2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı rayonun bir sıra kəndləri də işğalçılardan azad edilib. Mincivan qəsəbəsi Araz çayının sahilində düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. 19-cu əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb. Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı reyslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu. Hazırda işğaldan azad edilmiş digər bölgələrimiz kimi Mincivan qəsəbəsində də təmir, bərpa, abadlıq işləri aparılır.